Papa bilmirəm, evdə deyiləm ki, mamadan soruş. Bu evi kiraya verdik. İstəyən olsa gəlsin. Nətərdir qaqa? Əla. Toğrulun ən sevdiyi yeri. Mənim ofisim. Nə? Toğrul və onun yük daşıya bilmə qabiliyyəti. Resim oldu, oturmuşuq yerdə. O qədər şey almışıq, apara bilmirik. O niyə götürmüsən? Ana bomş kimi eşələndirsən orada. Herkes salamlayıram dostlar. Neyse, bizim yeni vlogumuz, videonu beğenin. Biz buradan köçürük, gelin size gösterim necə Günel buraları təmizləyib. Ümumiyyətlə evi göstərmirsən yenə ki vloglarda. Vloglarda yox deyəsən. Bura girmədi. 5 saatdır. Bugün gedib səhər tezdən belə bir korobkalar almışam. Belə korobkalar almışam. Nəysə Günel bütün nə qədər əşya var yığıb bura. Və belə. Bu arada bu evi kiraya verdik. İstəyən olsa gəlsin. Zarafat edirəm. Yəqin ki bu video çıxana bu evdə qalacaqlar. Nəzərə alsaq ki bizim vloqlar 2 ildən bir çıxır. Vlogların çox sürətli. Yo, elə demə. Burada hal-hazırda Graf Drakula'nın vokalını görürsüz. Günel oradan Fantanı içir. İç baxın Fantanı. Belə tökürsən belə. Görünmür də içində nədir? Ha elə bir prosek qazad içirsən, nə içirsən. Biraz belə eləyirsən. Ya bahalı içkilə. Göt axır içirsən. Şkaflar boş. Hamam tuvalet burada boş. Həri, buranı təmizləyib, heç nə saxlamayıb. Görəsən unitazı söküb aparaq yoxsa? Yox. Qalsən? Kakaş eləyən və necə eləyəcək? Yəqin ki deşib promo eləyəcək. Burada da veşlər var. Bura zibilli idi. Bunlar köçəcək. Yəni bunlar biləsiz ki, hələ Toğrul 2 dəfə daşıyıb öldü. Hə. Yəni mən düşünürdüm ki, mənim evim balacadır, burada heç nə yoxdur. İndi təsəvvür edirəm ki, 3-4 otağı olanlar necə köçür. Şkaf çoxdur, amma burada eşya, burada penal var, bütün içi doluydu. Bura əvvəl mənim ofisim idi, yəni biləsiz. Bu şkafın yerində mən oturdum. Orada şkaf var, dərindir, koridor. Buradakı şkaf, buradakı şkaf. Nədir onun adı? Sparni. Məndə şkaf dəhşət çoxdur. Ya ev özü də balacadır. Görürsüz də, yəni kuxuna, belə studiya, balkonu. Burada deyənə balaca. Hə, burada belə. Orada spalnidir. Bax görürsüz? Görürsünüz? Spalni göstərmə. Naməhrəmdir. Naməhrəmdir. Gəl spalni də göstərək. Zarafat bir qırağa. Bura şeydir, burada makyaj eləyirlər. Professional make-up ustaları. Salam papa. Köçürük. Papa bilmirəm, evdə deyiləm ki, mamadan soruş. Üç günlük əziyyətdən sonra demək olar ki, bitirmişik. İndi Toğrul zibilləri tuluyur və qaldı sabah yük xidməti gəlsin, bunların hamısını daşısın. Təxminən 15 dənə korobkadır. Bu otağı yığışdırmışam, görün nə qəşəng olub. Kim götürsə, sağlığına qismət. Bunlar hamısı bağa gedir. Hələ içəridə sizenyanın üstündə də var. Mənim qabağı yanımdakı sizenyanın üstündə var. Bunların hamısını aparırıq indi bağa. Gedim oturum maşı. Ay! Bu nədir? Ay Allah! Bunu görürsüz? Diyan, göstərəcəm. Buna bax, nə buydadır? Nətər oturum maşına? Diyan bir dəqiqə. Hə, orada düzüş. Getdik. Mənim roliklərim bu arada. 3-cü kursda oxuyanda almışdım, bir dəfə də olsun sürmədim. Amma sürə bilirəm. Prosta ayağıma balaca duja. Aparım plyanitsalarımı. %66 bizim əşyalarımızı gətirdi. Artıq yeni ünvandayıq. Və salam, Günel də gəldi. İndi qalxacağıq evə, bütün veşləri, əşyaları yer veriləməyə. Sən nə oldu? Bıçağımız yoxdur. Korobkaları açmağa.
Mən dişimlə açaram. Toğrul yenə yük daşıyır. Sən çəkdin bayaq yük daşımağı? Yox. Hə, bayaqca yük daşıyan xidmət gəlib yüklərimizi daşıyıb. Bu bağdan 1-2 dənə Camalın paltarını gətirmişəm. Amma əsas məsələ burdadır. Bəli, Toğrul öz seyfini öz götürüb hər yer özünə apar. Hər gün işə gedəndə seyfini özü ilə apar. Baxacaqsan düyməni Toğrul. Hə, çox sağ ol. Hər gün işə gedəndə Toğrul seyfi özü ilə aparır işə. Sağ ol bacım. Sonra axşam gətirir ki, birdən kimsə oğurlayar, kimsə açar. Biz institutunda bir dənə qız var idi, biz yox daha doğrusu bacım qrup yoldaşı idi. Qız hər gün bütün qızıllarını sumkasında özü ilə gətirirdi, bir şeydi, dərsə və aparırdı. Qaynanasına bir yerdə yaşır, deyirdi ki, qaynanam evdədir, istəmirəm qızıllarımı görsün. Çox maraqlı evlələr əhvalat. Çox dəhşət. Çox. Aha, gəldik, çatdıq. İndi sizə göstərim evdəki vəziyyəti. Seyfimiz, seyfi dayı. Və bunlar hamısı bu. Uy, nana, bu nədir, bu nədir qıza? Bunlar hamısını kim yer bilir? Toğrul kondisioneri qoşdu, evcə ekonomiya başlamısan. Hələ içəridə gör nə qədər şey var. Bu da mənim seyfimdir. Qaşıq seyfim. Sən bir dənə ceyizliyi var, qız bilmir para eləsin də. Hələ kuxnaya da gətirib atmışdıq belə üstdən şey. Vay be, bunların hamısını yığışdı. Kuxnada belə idi mebel. Mən elə bildim bu tərəfdə də var mebel. Burada yoxdur. Qardaşım, çox gözəl evdir. O gün olsun təzə öz evimizə köçək. Amin. Sağ olun. Nəysə, Günel xunanı təmizləyir, yer verir. Ay maşallah, sən bu nə gözəllikdir. Mr. Mırısı. Dəhşət də içir yağı, spirtli içki. Bu arada doğrudan ciddi, yəni biz içmirik. Nəysə, mən getdim iki daşın arasında mağazaya. Dedim, Fanta alım. Fantamız yox idi. Ay Allah. Bir dənə Lays aldım. Sonra 2 dənə mənim öldüyüm də, yəni suxari, imенно что suxari tomatla. Günelə bir dənə atışdırmağa, Günel belə şeylər yemir, amma yenə də hələlik olar da aclığı öldürmək üçün bir dənə croissant, bir də ki milli doğma Azəri çayımız. Burada çeklərdir, çekləri Günel yığır, toparlayır. Axırda ev alacaq çeklərlə, ƏTV ilə. 2 dənə də belə bir şokolad almışam ki. Hə, bir də ki sənə bilsən qıza deyirəm ki, mənə 3 dənə paket ver, 3 dənə paket ver. Qız götürüb 2 dənə paket ver, qız 3-ünü vurub. Mən də ödəmişəm deyənə götürdüm paketin birini. Ağıllı bu. Sən öyle. Sənə bir dənə bundan qaqam. Bir dənə bundan aldım. Bir dənə belə bir şey tapdım. Maraqlı gəldi aldım. Düzdür, bahadır. 8 manat idi. Hadi baxım. Feyrin. Feyrin salfetkaları. Limon çox dadlı olur deyənə. Çox yeməlidir. Yaxşı, acıdı biraz. Bir dənə də belə feyr aldım. Acam deyəndə ki, götür ki də. Nəysə, ki otağı göstərir, evi göstərir ondan sonra. Aldığın Lays'a bax, ən mənasız Lays. Bir datlısını alır. Ən dadlısı budur. Yorumlarda ən dadlı Lays'in adını yazın. Bura kuxnadır. Lustramız da var. Lustramız da var. Lustra. Olta var, doğru. Muska bura gəlirdi mənə. Ona görə onun pultlarıdır. Halazinik içində bizdən əvvəlki qalan dostumuzdan Soçeski paxlava var. Qız bizə dağ çəkib, gəlib bunu götürmür. Nə demir ki, rahatlıqla yeyin qutarsın da, heç nə demir. Biz də belə açıq baxırıq, bağlayırıq. Baxırsansa gəl götür. Земля в иллюминаторе, земля в иллюминаторе. Burada mahnı verirsən. Земля в иллюминаторе, земля в иллюминаторе. Burada böyle çoxlu şkaflarımız var, burada da şkaf. Burada bütün binanın pultları bizdədir. Hamısını biz kontrol edirik. Hə, qonşunun televizorunu yandırıb söndürməyə lazım olsa buradan eləyirik. Bura jetskidir. Yəni sənin otaq. Mebel buradadır. Qraf Drakula mebelidir. Elias hər şey elib bura çatını deyib ki, cəhənnəmə bir dənə dindən alinə gəldi mebel almasın bura. Heç təxilsiz yəni tutum olur, amma nəysə, heç olmaqdan yaxşıdır. Burada da palqonumuz var. Palqon. Palqon yox. Bilirəm də. Biz istəmirəm bilməyənlər bilsin nətər deyirlər. Bundandır.
Görüntü harda yaşayırıq. Bu bizim kadrovkamız. Burada iki şkafımız var. Burada böyle ışıqlı. Take a selfie şeyimiz var. Mirror. Burada yani de kadrovkamız var. Bu kadrovkadır ve müasir dildə desək qardirob fason bir şeydir. Amma burası sizi biləcəm yəni. Özü pis aparanda basacaq sən ora, qaranlığa. Ora basalım. Oğlunun ən sevdiyi yer və Mənim ofisim. uzun müddət vaxt keçirdik. Burada sallanırmış. Belə bir yuvarladı. Nədir? Alo. Burada bizim eşq otağımız. Burada mega böyük bir qardirobumuz var. Bilməm necə yerləşəcəyik. Allahın olsun. Elə istəyirəm deyəm ki, Qaraevdə 55 kvadratdan çox razı idim. Bəs də heç olmasa bu var da. Utan hə, 55 kvadrat. Sən o ayaqqabıları üst-üstə yığırdıq. Ən zəhləm getdiyim şey, ən nifrət elədiyim şey yataq otağında televizor. Elə bir söyürlər mən onu görəndə. Bizdən bilirsən ki, biz elə yatmayacağıq. Sən bilirsən ki, mən bu boyda yer götürəcəm özümə. Hə, bu da belə yatacaq. İnşallah mənə də yer olar. Camalla. Üçü də hələ gələcək ona. Burada da belə oturacağam, belə. Makiyaj. Deyəcəm, salam qızlar, necəsiz? Bugün mən. Toğrul, yəni biləsiz, konkret mənə kömək eləyir. Halaldır. Mənim ərimə halaldır. Ərim var, ərim. Ərim bir dənə baxsınlar, ərimin üzünü görsünlər. Ay, gül üzlüm mənim. Mənim bahalı 11 manata. Nafiq alandan istifadə etmədiyim. Pena для бритья, yəni üzü qırxanda. Biləsiz ki, Toğrul evdə üzünü qırxmır heç vaxt. Həmcə dəli. Hə, o niyə alınıb? Bərbər O niyə ora qoyuldu ki? Çox gözəl şeydir, orada qalmalıdır. Bura mənimdir. Toğrul, yoxdur elə şey, şkaf. Qulaq as bir dəqiqə, söz deyirəm sənə. Bura mənimdir, burada mənim əşyalarım olacaq. Orada isə sənin əşyaların olacaq. Ayda. Burada bir dənə padnos alarıq, mənim əşyalarım olar. Şkaxana olacaq, hər şey göz qabağında. Zəhlim gedir. Nə, aparım ora qoyum. Aşağıda baş qapılara. Sənə bax, bunu özüm almışdım ki, güya saqqalımı qırxacam, nə bilim, güya düzəldəcəm də hər dəfə bərbərə getməyim. Bir də gəlib görürəm ki, üstündə ağ tüklər var. Sən də və Günel mən evdə olmayanda. Gucci şampunları, balzamı, spreyi Hə, və 3. Birinci mənimdir, ikinci Günelindir, üçüncü Gucci'nindir. Hə, bir də gəlib görürəm Günel oynan, sən də mən Gucci'nin lazımsız yerlərini qırxırdı. Zaten Abi qırxırdı. sən onu istifadə eləmirdin. Eləyirdim Günel, mən nə xəbərsiz eləmirsən Zabıla? Danışmışdıq ki, hərənin öz polkası olacaq. Nə qərara gəldik ki, mən polkam olmayacaq. Mənim cəmi 3 dənə belə bir yeşiyim olacaq. Sən qulaq nəzər şeylərin sayına bax. 1 2. Çünki burada 1-2-dir Günel. Hamısı bağdadır. Burana da Güneli götürür özünə, yuxarını da götürdü. Çox güman ki, Gucci'nin bızğır diləyəcək bir yaxınlarda. Burası Gucci. Bunu götürəm Gucci şeylər. Yox, üçünü də qoy ora, zəhmət olmasa. Alaram bizə. Alma. Yox, mən istəmirəm mənə nəsə alasan. Onu qaytar yerinə qoy. Sən döydüm kameranı. Qoy yerinə! Burada hələ görün nə qədər əşya qalıb. Hər kəsin nənəsi paketin içində paket saxlayır. Mənim nənəm yoxdur, mənim Günelim var. Paketin içində paket saxlayır. Lazım olar da dedi. Və əsas məsələ Toğrul kamera. Uşaq otağında kameranı ustanavet eləyir. Nətərdir qaqa? Əla. Alınır. Alınmayıb da. Stadı, qaqam stadı. Kamera quraşdırmaq üzrə Toğrul mütəxəssisdir. Hara, nə vaxt, necə istəyirsiniz? Kamera quraşdırır. Kameraların sürətli quraşdırılması Toğrul Qurbanov. Deməli belə bir kameralar almışam. Xiaomi C301. C301. Bu kameralardan məndə studiyada da var. Bütün kameralar bura qoşuludur. Plus üstəlik evin kameraları da həmin akkaunta qoşuludur. Ailə qurğu yaradırsan və istədiyin adamlara istədiyin kameraları verə bilirsən. Günel də artıq öz akkauntundan girib həm evin kameralarına, həm studiyanın kameralarına nəzarət edə bilir. Hər otaqda bir kamera olacaq, çünki evdə dayə olur
və biz ona həm nəzarət eləyirik, həm sadəcə evə baxırıq, həm uşağa baxırıq. Başında məncə lazımdır. Nə qədər də dayıya gözəl olsa, yaxşı olsa, mütləq uşağa nəzarət lazımdır. Bu yəqin dayıya ilə bağlı deyil. Bu yəqin Günellə mənim psixoloji durumumla bağlıdır ki, biz hər şeyə nəzarət eləmək istəyirik. Mətbəx bitdi. Burada bir tək tarelkalarım qalıb, hansın ki özüm əl işlərimdir. Bunlar hələ ki bilmirəm, evdə istəyirəm bəzilərini qoyum şkafa filan. Amma bəzilərini yığışdıracağam. Buranı da belə yığışdırdım, tərtəmiz elədim, hamısını yerbəyer elədim. Bir tək bu xoşuma gəlmir. Burada belə çox vidsiz görünür. Buna indi bir şey fikirləşmək lazımdır ki, qəşəng estetik görünsün. Bu günü bu qədər. Uca dağılışırıq, yəqin ki, yorulmuşuq, biraz yorulmuşuq. Axşam saat neçədə uyudu? 7:20 dəqiqə. Gedən yəni. Başım sabah ola bilsin yenə qayıtdıq bura və yenə nəsə görüşdük. Çox güman ki, hə. Gəlib uca bitirək, uca köçək bura. Sizə də hazır vəziyyəti göstərək. Ana bomş kimi eşələnirsən orada. Nə lazımdır? Şvabradır, yer silən saçır mı kilo? Nə edirsən o şvabranı? Yer siləcəm. Get sil. Toğrul və onun yük daşıya bilmə qabiliyyəti. Oy, Toğrul. Zачем? Ты уверен? Oy da, mənə də yüklüyüb. Elə bilərsən, məndə heç nə yoxdur, məndə də var. Can bala, can. Bazarlıq qoyduq evə. Hara? Xətai metrosu üzü o tərəfdə. Bazarlıq elədik. İndi gedirik evə. Ayda, oradan qaytaracağım şeylər vardı, götürmədik. Nəsə heç yox. Nəyə qaytaracağın şeylər? Adyal zad yeki balaca almışam da, onları dəyişib böyüyünü götürəcəydim. Güneydə bax belə bir vərdiş var. Bilirəm xanımlar, sizdə də var yoxsa yox. Aləmi alır, yığır. Nə var, yarısını sonra qaytaracaq da. Bunu qaytaracaqsansa indidən... Amma kravatı özümlə mağazinə apara bilmərəm, amma adyalı özümlə evə gətirə bilərəm. Düz deyirəm də. Mən nə bilim ki, kravatın eni nə boyda. Nəysə, gedirik digər xırda-xıruşları almağa. Və biz gedirik də, biz çox məşhur blogerləri, nömrə 1, çox tanınmış, hər kəs tərəfindən sevilən. Ona görə küçəni bağlayıblar bizim üçün, bəli. Küçə ortasından gedirik və biz tək deyilik. Bizi bu möhtəşəm işdə saprovajdat eləyən belə bir itimiz var. Bunu yanımızda götürürük çünki o bizi qoruyur. Cırıq-cırıq eləyər kim bizə sataşsa. Ya bunu götürəcəm, ya bunu götürəcəm. İkisindən birini evə götürmək istəyir. Güney deyir ki, bunu götür. Bu çox şeydir. Bu nədir, qurban olum sənə? Belə tapçıq olur. Buradan deyirəm bu sözü. Öz evimiz onda inşallah bu zibil qabını alacağım. Hətta bu nədir ki, elə danışsa elə... Bir də o iki dənə vedirənə çünki çox xoşuma gəlirlər. Sovet vedrəsi deyə sənə. Təşəkkürlər. Deyirəm ki, bu it olmasaydı biz necə alacaqdıq bunları? Hə, qoçu? Hey. Nə aldıq ki, 30 manat elədik, 3 dənə dəsmal, şam. Bunu aldım özümə. Hə, ona görə 600 manat elədi də. 130 manat, 120 manat. Uydu. Resim oldu, oturmuşuq yerdə. O qədər şey almışıq, apara bilmirik. Hələ qoçun da götürmüşük. Hələ dəhşət də yağış yağır. Ölürəm, gedirəm, görürəm ki, Toğrulun paketində paduşkanı görürəm burada, baba paduşkanı. Deyirəm, Toğrul, bu niyə götürmüsən? Özü mənə verdi ki, apar tut bunu. Mən də tutdum, apardım kasaya qoydum. Dedim bunu adyalın yanında tut, evdə bundan var. Görək tutur mu paduşkanı? Yoxsa Göründü biz nə qədər lazımsız şey almışıq. Elə belə mən vermirsən ki, ala bunu saxla, mən kasaya qoymuşum. Paduşkadan evdə olma təzən indi. Ən dərd odur ki, daşımalsa sonra mən gəlib qaytaracağam. Toğrul gedib taksi dağışmağa. Bizə neçə dedi? Hə. 60 manat. Xətaiyə bura. Kresimolda Xətaya. 60 manat. Bəlkə elə bildi ərəbsən, Azərbaycanca danışdın. Yoxdur, bu Şamaxlı ləhcəsi ilə danışır.
Uşaqlar olur, Hə, inciyir. Deməli, Toğrul kameranı unudub, ona görə telefonu Kameranı çəkirik. unutmayıb, yaddaş kartını unudub Həmişə başda nəsə gəlmişəm. unutmalıdır. Nəysə telefona çəkirik. Bugün gün 2, gün 3 yadımızdan çıxıb ucu sayı. Bugün gəlirik evə. Möhtəşəm. Çünki bugün ən çox xoşladığım gündür. Bugün gedirik biz shoppingə. Mənim ən xoşlamadığım gündür çünki məndən pul çıxır. Baxa demişəm, amma elə ki 50 manatı keçməsin bazarlıq. Павильоне начаться. Что за фигня вообще? Это что? Probkasıdır da. Probkasını açırsan necə tökürsən? Nə üçün fikirləşib? Bu da güllə, ay, kreativ deyirəm ya sənə. Bu belə oy, da что за ужас вообще? Neyse. Nə? Qəribə odur ki, adam həmişə uzaqdan keçəndə, dünən buradan keçən deyirəm, ayda nə qəşəng şeylər var. Sabah toğunla gəlim. Sonra gəlib deyirəm, Allah istədi, heç Mən heç nə bəyənmədim. Mən heç nəyi Bizim bəyənmədim. millət nə vaxt öyrənəcək? Belə baxmasınlar da cəmaət. Necə? Aa, telefonla çəkir. Siz deyən çəkirik, deməli bir bildiyiniz Lazım. var ki, çəkirik. Bir işiniz var. Niyə o belə tarelkalar xoşuma Ay, gəlir? doğru, bunlar Rusiya zətdə də var. Doludur ya bu Güləşə dərəkə tarelkalar. də. Biz bura niyə gəldik? Və mən düzün deyim. Burada 67 manata bir dənə tarelka almaqdansa 67 manata biridir. Hə, gedərəm Ən Sədərdən. ucuzudur. 100 manata bir dənə servis alaram. Bir ildən sonra da vızılladaram bezəndən sonra. Və Kimsə bir də başına sınavda balkondan, ha? oturmaram. Tarelka. Onda biz bura niyə gəlmişik? Belə gəzməyə. Gəl gedək yeməyə gedir. Alçaq açmışam. Doğru. Günorta yeməyimi yeməmişəm yəni. Günorta yeməyən adam nə olur? Şəkil otumuz var qəşəng. Deyirəm ki, şəkil otumuz var. Qəşəng muxtal pendirimiz var bunun içində.